Masallı rayonun 1-ci Səmidxan kəndində uzun illərdir yararsız vəziyyətdə olan Səmidxan Şərəfə yolu təmir edilərək sakinlərin istifadəsinə verilib. Yolun bərpası 47 saylı yol istismarı MMC tərəfindən həyata keçirilib. Ümumi uzunluğu 500 metr olan hissədə daş çınqıl qatı tökülüb, yol hamarlanaraq nəqliyyat üçün yararlı vəziyyətə gətirilib. Kənd sakinləri yol probleminin həllinə görə ölkə başçısına, Masallı rayon icra hakimiyyətinin başçısına və 47 saylı yol istismarı MMC-nin rəhbərliyinə təşəkkürlərini bildiriblər. Bu yolun çəkilişində əsasən bizim icra başçımız Araz Əhmədovun və MMC 47 MMC-nin rəhbəri olan Mir Mahmud ağanın çox böyük rolu var. Bu yol bizim Gədəbə qədim yolumuzdur. Bizə ikinci yol çəkilib, alternativ yol çəkildiyi üçün bu yoldan istifadə olunmurdu. Hal-hazırda isə bu yol bizə lazım oldu. Niyə görə? Çünki Şərəfədə həm bankomat var. Qocalar burada gedib PSN alırlar. Həm də orada 2 dənə şadlı saray var. O şadlı sarayında xeyir işlər olduğu üçün cəmaət buradan məcburən getməlidir. Ona görə bu yol ərsəyə gəldi. Artıq bizim yolumuz rahat və gözəldir. Mən bunu danışıram bütün kənd adından. Burada bir dənə kənd deyil. Burada 7-8 kənd buradan istifadə edir. Ona görə bu cəmaatın duası, bu cəmaatın şükranlığı yerə göyə sığandır. Sağ olun, Allah sizdən razı olsun. Uzun ömür sürəsiz, can sağlığı ilə, ailə özlə, uşaqlarınızla. Həqiqətən də biz burada devlətin qayğısını görürük. Devlət xalqa xidmət edir, istifadə edirik. Buradan qəşəng gedirik, gəlirik. Biz onlara can sağlığı, uzun ömür arzulayırıq.